Salam dostlar, gəlin bugün 3-cü sinif səhifə 68 və 69-da bu mətni oxuyaq, bir yerdə tərcümə eləyək. Tomorrow is the last day of happy camp. Tomorrow, sabah, last, son, day, gün, happy camp, şən düşərgə. Sabah, şən düşərgənin son günüdür. Yəni bunlar düşərgəyə gəlmişdilər, artıq getmək zamanıdır. It's still summer. Still hələ deməkdir. Hələ də yaydır. Summer, yay. And it's very hot today. And it's very hot today. Və bugün çox istidir. Very çox hot isti today bugün. Və bugün çox istidir. Is it hot here in spring too? Dostlar, spring yaz deməkdir, yaz fəsli. Here, burada, to həmçinin, da, də. Yazda da bura isti olur, yəni ki, burada isti olur. No, it isn't. Yox, it's warm, but it isn't hot. Mülayim olur. Daha çox hava üçün ilıq işləmir, mülayim işlənir. Ona görə də mülayim sözünü götürəcəyik. Mülayim olur, amma isti olmur. Is it cold in the winter? Qışda soyuq olur. Yes, it's cold and snowy. Hə, soyuq və qarlı olur. And it's windy in the fall. Dostlar, fall payız deməkdir. Həmçinin autumn sözü də payız deməkdir. Hər ikisini işlətmək olar. İndi burada sizdə fall sözü verilib. Payız. Payızda isə küləkli olur. And burada isə mənasında olacaq. In the morning, there is an art show. And then we say goodbye. Art show, dostlar, incəsənət şousu, yəni əyləncəli bir show. Tezdən incəsənət şousu olur və daha sonra biz sağollaşırıq. Dostlar, say goodbye, sağollaşmaq deməkdir. Say deməkdir, goodbye, sağ ol. Sağ ol demək hərfi tərcüməsidir, amma bir yerdə say goodbye, sağollaşmaq deyirik. Tezdən incəsənət şousu olur və daha sonra biz sağollaşırıq. And there is a party in the evening. Axşam isə parti var və yaxud da parti olur. Hooray for happy camp. Şən düşərgəyə ura. Hooray, ura deməkdir dostlar. Belə dostlar, ümid edirəm sizin üçün maraqlı və faydalı oldu. Fikirlərinizi rəy bölməsində gözləyirəm. Have a nice day. Bye bye.